tayfaya əcirli müstəqil tayfalardandır ki, neçə dənə tirəsi vardı. Nüsrət bəy Şahin Əcirlu böyük bir insan idi ki, Qacar zamanı döyüşlərdə oldu və Şaysəvənin və Mığanın başını ucaltdı və Şaysəvənin birinci müvəkkillərindən idi. Şaysəvəni çoxlu fitnələrdən və azarlardan uzaq elədi. Rəhmətə gedəndən sonra onun azyaşlı oğlu Qotaz bəy Şahinin bir sözü vardı ki, deyirdi, vətəndən uzaq olanda bir gün də olsun belə vətənsiz yatmadım. Öz böyüklərinizdən soruşsaz, Qotaz bəyin yaxçılıqlarından sizə deyərlər. Hər bir məsələ var ki, deyirlər, əcirli məmuru deysən, bu söz də bundan qalıb ki, harda bir dava var imiş ya birinin malını oğurlayırmışlarsa, əcirlinin axsaqqallığından bu dava utarıymış. Əcirli yoldaşım vardısa, həmişə qulağı düz söz eşitməyə açıq qoyun. Əcirlilərin dalda da bir söhbəti yoxdur. Yaşasın tayfa əcirli.